Salam, hörmətli tamaşaçılar. Bugün beynəlxalq siyasətdə mühüm dönüş nöqtəsi olacaq bir hadisə haqqında danışacağıq. Söhbət Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Çinə rəsmi səfərindən gedir. İlk baxışdan adi diplomatik səfər kimi görünə bilər, amma əslində bu səfərin mənası daha dərindir. Çin üçün İlham Əliyevin səfəri sadəcə diplomatik rəsm deyil. Pekin Cənubi Qafqaz və Xəzər bölgəsində təsiri gücləndirir. Bu regionlar Çinin bir kəmər, bir yol layihəsində mühüm rol oynayır. Çin yaxşı başa düşür ki, Azərbaycanla əməkdaşlıq yeni logistika yollarının yaradılması deməkdir. Bu isə Mərkəzi Asiyadakı qeyri-sabit bölgələrdən və Rusiya ilə bağlı risklərdən yan keçməyə imkan verir. Çin burada strateji bir oyun oynayır və öz nəqliyyat marşrutlarını şaxələndirməkdə növbəti addımını atır. Azərbaycan isə Şərq və Qərb arasında mühüm əlaqələndirici ölkə kimi özünü təqdim etmək üçün unikal imkan əldə edir. Çinlə əlaqələrin genişlənməsi Bakıya böyük investisiyalar və müasir texnologiyalar cəlb etməkdən əlavə beynəlxalq arenada mövqeyini gücləndirmək imkanı verir. İlham Əliyev Avropaya və ABŞ-a açıq mesaj verir ki, Azərbaycanın ənənəvi müttəfiqlərindən başqa alternativ tərəfdaşları da var və bu, Bakının danışıqlarda mövqeyini daha da möhkəmləndirir. Regional miqyasda da bu səfərin təsiri xüsusilə hiss olunacaq. Türkiyə bu səfəri diqqətlə izləyənlərdən biri idi. Ankara, Azərbaycan və Çinin yaxınlaşmasını Orta Asiya Türk dövlətləri ilə iqtisadi əlaqələrin güclənməsi və regional inteqrasiyanın sürətlənməsi üçün fürsət kimi görür. Belə inteqrasiya Türk dövlətlərinin birgə iqtisadi layihələr həyata keçirməsinə, nəqliyyat və enerji dəhlizlərinin yaradılmasına kömək edə bilər ki, bu da Turan konsepsiyasının praktiki şəkildə inkişafına şərait yarada bilər. Eyni zamanda rəsmi Ankara başa düşür ki, Çinin regionda həddindən artıq güclənməsi uzunmüddətli perspektivdə Türkiyənin öz təsir dairəsini məhdudlaşdıraraq bölgədəki rolunu zəiflədə bilər. Avropa ölkələri də Pekində baş verənləri diqqətlə müşahidə edirdi. Avropa İttifaqı üçün Çin-Azərbaycan yaxınlaşması sadəcə çağırış deyil, həm də strateji baxışlarını yenidən nəzərdən keçirmək üçün fürsətdir. Avropa enerji resursları və iqtisadi təsir uğrunda mübarizədə mövqelərini itirməmək üçün uyğunlaşmağı bacarmalıdırlar. ABŞ üçün də Əliyevin səfəri vacib siqnaldır. Oyunun ənənəvi qaydaları dəyişdi. Amerika həmişə bu bölgəyə Rusiya və İranla qarşıdurma prizmasından baxırdı. İndi isə Çin faktoru da nəzərə almağa məcburdur və bu regionda təsir imkanlarını qorumaq və idarə etmək vəzifəsini xeyli çətinləşdirir. Amma bu səfərdən ən çox narahat olan ölkə şübhəsiz ki, İrandır. Tehran, Çin-Azərbaycan yaxınlaşmasının Cənubi Qafqazda öz mövqelərini zəiflədəcəyindən narahatdır. İran rəhbərliyini xüsusilə narahat edən məsələ Azərbaycanın İrandan yan keçərək Mərkəzi Asiya ilə birləşən iqtisadi və nəqliyyat dəhlizlərinin inkişafıdır. Üstəlik, türklərin milli oyanışının güclənməsi və Azərbaycanın iqtisadi potensialının artması İran üçün daxili risklər yaradır və bunu artıq görməzlikdən gəlmək mümkün deyil. Sir deyil ki, bu kimi yüksək səviyyəli səfərlər zamanı prezidentlər qapalı qapılar arxasında ictimaiyyət üçün açıqlanmayan məsələləri də müzakirə edirlər. Bu səfər zamanı da belə bir müzakirələrin getdiyini ehtimal etmək olar. Müasir geosiyasi prosesləri nəzərə alsaq, bağlı qapılar arxasında liderlər hərbi əməkdaşlıq, yüksək texnologiyalı silahların, kəşfiyyat və kommunikasiya avadanlıqlarının tədarükü kimi mövzular barədə fikir mübadiləsi apara bilərdilər. Çin tərəfindən Qarabağa və Zəngəzur dəhlizinə investisiyalar, yeni enerji marşrutlarının yaradılması və İran tərəfindən gələn təhdidlərə qarşı birgə strategiyada gündəmdə ola bilərdi.
Bundan başqa, informasiya və infrastrukturun mühafizəsi baxımından kibertəhlükəsizlik məsələləri də ehtimal edilən mövzulara daxildir. Əlbəttə, Çin və Azərbaycan rəhbərləri Ukrayna-Rusiya müharibəsini də müzakirə edə bilərdilər. Çin bu müharibədə vasitəçi kimi aktiv rol oynamağa çalışır. Azərbaycan Ukrayna ilə sıx əlaqələri və Rusiya ilə tarixi münasibətlərinə görə diplomatik həll yollarının tapılmasında Pekin üçün dəyərli tərəfdaş ola bilər. Beləliklə, gördüyümüz kimi İlham Əliyevin Çinə səfəri bölgədə güc balansını dəyişdirə biləcək və bütün maraqlı tərəfləri yeni reallıqlara uyğunlaşmağa məcbur edəcək mühüm dönüş nöqtəsidir. Bu səfərdən gözləntilər böyükdür. Regionda iqtisadi aktivliyin artması, yeni geosiyasi ittifaqların yaranması və Azərbaycanın beynəlxalq arenada təsirinin daha da güclənməsi kimi mühüm nəticələrə ümid edilir. Diqqətiniz üçün təşəkkür edirəm. Kanala abunə olun, videonu bəyənin və fikirlərinizi şərhlərdə bizimlə bölüşün. Sağ olun.